burada danışsın. Səfər canlı açan kimi Səfəri çağırın bura. Sən o yazdığın sözə istinadən, ha, onu skrin elədim mən. Həsən. Əgər o söz səhv çıxsa, mənim işim səninlədir, Həsən. Bax, bunu da yadında saxla. Elimiz deydi kiməsə getdi istəyə, yəni bilmirəm. Hə, deyir nahaq göndərdi, problem yoxdur. Burada ol, mən də Səfər gələcək bura, burada söhbət eləyəcəm. Əgər elə bir söhbət olmayıbsa, sən çıxassan bura. Nə var, nə yox, yaxşılıqdır. O mənim haqqımda pis danışa bilməz. Sadəcə olaraq deyə bilər ki, yəni mənim Zaurdan xoşum gəlmir də, ora çıxmaq düzgün deyil. Bu başqa cür söhbət eləyir, başa düşürsən. İndi mən onun tam nöqtəsinə çatacağam, o profi çıxartacağım bura. O mənim haqqımda pis danışmaz, Səfər. O mənim haqqımda yaxşı danışa bilər uzağı. Deyə bilər, ha, demirəm deməyib. Deyər ki, yəni Pərviz bu pis-pis danışırsa, niyə ora çıxıblar? Mən onun açıqlamasının problem deyir, ona verəcəm. Burada söhbət eləyəcəm ondan o barədə. Salam, Pazi Yarfağı. Bir dənə Səfər gəlsin bura, istəyətun gəlsin bura. Yaxşı mənada deyə bilər ki, indi aralarında belə bir münaqişə var idisə, gərək çıxmazdı. Belə deyə bilər. Qınıyır filan, bəsməkan, belənsinə, dadiba söhbətlər orada ola bilməz mənim haqqımda. Yaxşı kişinin... Sən yaxşı kişinin arvadı ol da, yəni yaxşı əründən müğayət ol, yaxşı kişi ilə yaşa. Eybi yoxdur, biz işimiz çıxanda çıxırıq ATV-yə falan bəsməkan. Profilində qoca kaftarsan, bilinmir kimsən, nəçsən, gəlmişsən bura cəmaata ağıl öyrədirsən, dənizsən, okeansan, çuxursan. Zaur bugün də dedi ki, sən heç nə elə, o eşitməmişəm bugün dediyin. Eybi yox, Zəfər, çıx. Əməliyyat olunacaq, ona görə çıxıb. Sağ ol, Allah amanında. Səfər mənim haqqımda ancaq yaxşı şey danışa bilər. Prosta mənə çatmır ki, bu gəlib... Bir dənə gedin Aslan görün canlıdadır. Bir dənə Aslana baxın, qaydın bura. Bir nəfər geçsin, həm 2 nəfər, nə qədər gedir geçsin. Niyə özün eləmədin, göndərdin, Rəsul bir dəfə yaz sözü. Biz ora müraciəti çoxdandan eləmişdik. 1 il idi. 1 il yox, 5-6 ay idi. Cavab bugün gəldi. Bugün yox, 3-4 gündür ki gəldi, o da elə getdi. Yəni o vacib deyildi o əməliyyat bizə. Gəlib burada çaşqaloşqalıq eləmə. Niyə özün eləmədin ki? İndi bu özündən... Anqırram, yaxşı eləyirəm. Layiq olduğun cavabı alırsan. Necə tapıb çıxartacağım. Burası naqlı fatva deyəcəm o sözü. Haradasam dəqiqə. Deyəm. Söyülməmsən deyəsən burada. Onu görməmsən. O etapdan sən keçməmsən.
Kimdir ki istəyət də, bilmirəm axı. Gülnarə. Mən kurçokumdan keçməmsən. İstəyət də, mənim o qədər adamın içindən tanımıram axı Gülnarə kimdir ki? Salam Pərviz, axşamı xeyir. Salam, sənsən, nə var, nə yox? Sağ ol. Qızımın səhifəsində özümün zaryatkam yox telefonu. Var nə yox, sərsən? Salamatçılıqdır şükürlər. Salamatçılıq deyil əslində. Salamatçılıq əslində deyil. Çox volya verilən adamlar var ki, gəlib çaşırlar ATV-də. ATV-də gəlib çaşırlar, başlayırlar ATV-nin gündəlik pullarını alıb yeyib qudurmağa. Quduranın da, quduranın 40 gün ömrü var. 40 gün. Bəlkə də tez. Bir yerə qədərdir. O günə qədər ora cırıq qaloşla gəlib otururdunuz, yaman gündə. 5 gün ATV-nin pulunu yeyəndən sonra qudurdunuz ki, başlayırsınız ki, söz atmağa, cəmaata qarşı çaşmağa. Siz bilmirsiniz ki, mən çaşanın başı nəzərəm. Əzərəm o adamın başını. Gözəl, sən kimsən? Kimsən sən? Fikir vermə, ay Pərviz. Mən də baxmışam bugün o verilişə. Kimsən sən gəlib orada çaşqaloşqalar eləyirsən? Ay Pərviz, bəzi yazanlar da sən hissəndirir, əsəbləşmə. Sən kimdən danışırsan? Mən gözəldən danışıram. Çıx bura görüm nə deyirsən Arzu Mahir. İstəyət bura. Ay Pərviz. Arzu Mahir necə oldu? Çıxartın bura. Eşit də, nə Pərviz mən? Sən bilirsən ki, sən əsəbləşdirmə, bala. Neyinirsən? Yox, əsəbləşdirmirəm. Görək bu kimdir, mən deyir ki, sən kimdən danışırsan. Bircə dəqiqə, Gülnarə, sakit. Yaxşı. Salam, sənsən? Hə. Sən? Pis. Niyə, nə olur? O gözələ denən ki, məni o yaxşı tanımır hələ. Mənim pis sıfatımı görməyib, onun başım əməlimə keçməyib hələ. Ağıllı olsun. ATV-nin çörəyin yeyib qudurmasın, ha. Bu dəfəki papıtka mənim üçün Bakıya gəlmək olacaq. O çaşanlara qarşı. Sən kimsən, ha? Ceyrana deyirsən ki, sən qızı ilə qalmısan küçələrdə. Sən oğlun, mən burada çox şeyləri təkrarlamıram. Sən qudurmusan mənə qarşı. Yoxsa yiyəsiz görmüsən orada oturanları? Valla bilmirəm, elə bizim də şeyimizin nədir onlardır. Bizim də söhbətimiz düşüb ondan. Orada qalır o sumsi. O sumsi orada qalır, sizlə qalır o. Ha, buradadır. O sumsiyə çatdır ki, ona son xəbərdarlığımı eləyirəm, axırıncı xəbərdarlığımı. Bir daha, sabah mən ATV-yə də zəng eləyəcəm. Bir daha Allah hamd olsun mənə və mənim ailəmə qarşı çaşanı məhv eləyərəm. Kişi qadın fərq eləməz. Mən axmaq adamam, mən çox manyak xəstə bir insanam. Mənlə hələ bacaran oğlan tanımıram. Ona çatdır, ona atıb bloka, mən ona elə sözlər demişəm ki, bu günlər zəngdə. O 3 dəqiqə söyüşə qulaq asıb bu günləri. O məni tanımır, yaxından tanısın. Bir daha o Ceyrana, yaxud Nabata qarşı mən buradayam, amma mən Siviyazım oradadır. Pramoy ATV-yə gələcəm. Sən qudurma, ha, ora gələndə cırıq qaloşla gəlmişdin sən ATV-yə. İndi yemisən ATV-nin gündəlik pullarla, qudurma ha, sən qadınsan, sənlə hələ ki mən qadın, sənə kim paddeşka vratar duracaqsa, mən onunla söhbət eləyəcəm. Sən mən bir qolum ağırlığındasan, sən eləsəyə paddeşka duran da. Sən qadın xeylaqsan, mən səndən qadın dilində söhbət edirəm və sənə sonuncu xəbərdarlığımı eləyirəm, ən axırıncı. Bir daha mənim yoldaşım, mənim qaynanam olan yerdə çaşasan sən. Onlara qarşı nəsə söz deyəsən. Mən nə aslan deyirəm, nə o birisi bu birisi deyirəm. Mən əjdahaların bləduxa yerə qoymuşam. Mənlə heç kim oyun oynayanməz. Mən gecə gəlib adamı evinin içindən çıxartaram.
Sən qaç çaşmısan, it ölər, ceyran ölməz. O söhbətlərin hamısı gəlib mənə çatıb. Valla mənə də deyir, hamı deyir ki, Sikim biri küçük. Sən başın xarabdır. Biraz sən mənlə oyun oynama ha. Mən axmaq adamam. Sən bir də qələt eləyərsən, mən sabah TV'ni yığacam promoy. Sən bir daha qələt eləyərsən, sən mənim orada yoldaşım oturub, orada mən Arzu ilə niyə işim yoxdur? Mən o, nə bilim, təzə nişanlısı ilə niyə işim yoxdur? Mən Füzuli ilə, o birisi ilə, bu birisi ilə, niyə səninlə mənim işim var bu dəqiqə? Deməli, sən çaşmısan mənə qarşı. Mən indi Arzu haqqında danışaydım da, deyərdim Arzu falansan. Deməli, sən çaşmısan mənim ailəmə qarşı. Arzu qarışmadı. Prosta Ceyran xanım söz deyəndə orada Füzuli imkan verin, biz də danışaq. Burada yazıb ki, biri yazıb ki, pox yeyirsən. Aşağının boş veri, o boş onlara kısmı dibinə kimi tələmişəm. Altdan yazan pisə. O heç o mənə maraqlı deyil. Mən gözələ sözümü çatdıram. Gözəl Allah haqqı. Sən çox şeylər deyirsən. Mən burada Gözəl kimdir? Gözəl orada oturan bir dənə iştirakçı, qudurğan bir iştirakçı. Sən artıq bu neçənci dəfədir. Mən görürəm, video çıxıb qabağıma, mikrofonu güvəsən belənçini alırsan, o mikrofonu dartaram bülət, sən başında sındıraram mən. Sən güvə Ceyrana qarşı, mən orada yaxınlarım oturub, onlara qarşı çaşırsan sən. Selamünaleyküm. Salam. Güvə sən çaşıb orada çaşqaloşqalıq eləyirsən. Mən yox günlərimdir orada. Əstəğfurullah, mən heç kəsi döyməmişəm. Mən orada heç kəsi döyülmüşdü. Arzu sənlə qalır o xanım. Bəli, bu gün də bizim də olan söhbətlərimizi qırır. Onlardan hansısı? Mənə bir dənə real ailə göstərin ki, onun evində söz-söhbət olmur. Ya nişanlı olsun, ya sevgili olsun. Perviz, nə oldu? Sən qadın xeyli, mən sənlə qadın dilində hələ ki söhbət eləyirəm ha. Mən sənlə kişi dilində söhbət eləmirəm. Mən kişi ilə başqa cür söhbət eləyirəm. Mən kişi ilə konumla söhbət eləyirəm. Vəsə, konum, ya mən, ya sən. Sənə son xəbərdarlığımı eləyirəm. Get sakitcə otur, verilişini apar. Otur orada problemi ilə məşğul ol. Ona buna dil uzatma. Çıxartaram sənin dilvi yerindən. O da veriliş aparır qaqa. Yox, verilişdə iştirakçıdır. Bu da nə? Sakitcə verilişi apar. Sakitcə öz problemlərindən danış. Bu nə da? Sən dartırsan mikrofon. Sən mənim qabağımda mikrofon darta bilərdin orada. Mən orada çox adamların ağzını çırıb göt baş eləmişəm. Mən o ATV-də. Bilənlər bilir. Mənim yox günlərimdir. Orada çaşırsan sən. Qaqa bu veriliş nə verilişidir sizin veriliş? Ay qardaş, Adam axtarmaqdır bu dəqiqə. Hə? Adam axtarmaqdır bu dəqiqə. Nə 3-4 dənə şey olub, format olub, indi adam axtarmaqdır. Perviz? Güzel ne yaptı? O okuma yazma bilmeyen bir cahil kadın. Heç nə, oxuma yazmağı bilməyən bir cahil, heç nəyi bilməyən də təsəvvür elə ki, kör bir adam. Gəlir mənim yaxınlarıma söyüş söyür, yaxınlarıma qarşı çaşır. Mənim yaxınlarım bu xəstəliklə bağlı gedib oturublar orada. Senin yakınlarına söktü. Mənim yaxınlarıma qarşı çaşır. O bambalı şeydi da, bu bırak başını. Mal gibi bir şeydi o. Bırak başını Perviz. Mənim şükası. Bir söz diyeyim sana. Allah'a olsun, sinirlendiğin şeye hiç değmez bile. Polis. O mal şeydi. Ay Perviz yazıblar ki burada deyir polis izləyir canlını. Lap yaxşı deyir. Allah canı sağ eləsin. Bu adam mənə qarşı çaşır, mənim yaxınlarıma qarşı çaşır. Biz sakit duraq, biz sakitcə duraq. Sabah ondan artığını eləyəcək o adam orada. Eləyə bilməz qaqa, Taydedin sözü. Başını bırak geçsin. Mən sənə yenə çatdırıram, yenə deyirəm sənə. Get sakitcə veriliş var, sakitcə. Kardeşim Perviz, kaç gündür bırakmıram, vallahi bırakacağım daha. Bak kaç gündür yaxşı gedirəm, bırakmıram. O biri profil keçən dəfə o şəklin ucbatından getdi spama. Burada yox, burada söymə. Mən öz görürsən ki, sakit danışıram. Əsəbi danışsam da söyüş çıxmır ağzımdan, bacardığım qədər. Yox, bir hayır. dənə söyüş Gürkan. O bambılının ne işi varmış o senin yakınlarına? Orada oturub, Bilmiyorum, hərə öz seyir. probleminə görə oturub. Bu adam güya lotuluq eləyir ATV-də. Güya mikrofon alır, güya bunu nəsə eləyir. Belki canım mikrofon çekmişsin, neden bilirsən? Canı mikrofon çəkib, mikrofonu çəksin, başlasın öz problemindən danışsın. Sən kimsən ha, mən yaxınlarıma qarşı çaşırsan?
Bir şey yok ya, bir şey yok, bir şey yok. Perviz, WhatsApp diğer telefonda mıydı senin? İkisində də WhatsApp var mənim telefonlarımda. Yox, bu telefondadır Evet. ikisi. Ha, tamam. Pərviz, sən qaqa nömrün var, şəxsi nömrün. Şəxsi nömrəm var hə. Sən necə götürə bilərəm nömrü? Direktə yazacağam sənin nömrəmi. Axşamınız xeyir. Axşamı xeyir. Gürkan hara getsən söz-söhbət yaranır. Bir dəfə olmadı ki, sən sakit Yo, ol. Perviz kardeşimizdir bizim. Həqiqətən yaxşı insandır. Yəni Yəni gələndə söhbət var idi. Mən öz problemim barədə danışıram. idi. Kan indi gəldi.